Salam, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün dağlar bölməsini izah edəcəm. Həmçinin dağ əmələ gəlmə mərhələləri, vulkanlar, zəlzələlər, qeyzələr haqqında da ətraflı məlumat verəcəm. Başlayaq dərsin izahına. İlk öncə qeyd edək ki, dağ nəyə deyilir? Dağ, qurunun əsas relyef formalarından biri hesab olunur dağlar və dağlara aid bəzi anlayışlar var. Zirvədir, pikdir, ətəkdir, aşırım, yamaç və s. Deməli, dağların ən yüksək hissəsinə zirvə deyilir. Qədim dağlar daha çox aşınmaya məruz qaldığına görə zirvələri daha hamar olur. Pik dağların şiş uclu zirvəsinə deyilir. Şiş uclu zirvələrə pik deyilir. Dağ yalı sıra dağların ən hündür hissələrinə deyilir. Dağ yalı. Aşırım nisbətən az yüksəkliyə malik olan, keçid üçün əlverişli olan hissəsinə deyilir. Ətək dağın ən aşağı və düzənliyə qovuşan hissəsinə deyilir ətək. Yamac isə dağın zirvəsi ilə ətək arasında olan meyilli hissəyə deyilir. Dağ əmələ gəlmə mərhələlərindən danışaq. Deməli, yer qabığının inkişafının müxtəlif mərhələlərində vulkanizm və süxurların metamorfizmi ilə əlaqədar olaraq dağ əmələ gəlmə prosesləri baş verib. Yerin geoloji inkişafında 5 əsas dağ əmələ gəlmə mərhələsi qeyd olunur. Baykal. Ən qədim dağ əmələ gəlmə mərhələsi məhz Baykaldır. Bu dövrdə qırışıqlığı zamanı yaranan dağlar demək olar ki, indiki dövrdə öz mövcudluğunu qoruyub saxlaya bilməyib. Bəziləri istisna, Baykal ətrafı dağlar istisna olmaqla. Bu dağlar qədim platformaların bünövrəsini təşkil edir, hamarlaşaraq düzənliklərə çevrilmişdir. Növbəti Kaledon və Hersin dağ əmələ gəlməsidir. Bu dövrdə Tian-Şan, Altay, Sayan dağları, Qazaxıstan xırda təpəliyi, Skandinaviya, Appalaç, Ural, Böyük Sayrıcı, Böyük Xinqan, Drakon, Kap dağları formalaşıb ki, bu dağlar əsasən qədim dağlar hesab olunurlar. Yəni bu mərhələdə yaranan heç bir dağ cavan dağ hesab olunmur. Qədim dağlardır bu dağlar. Ondan sonra Mezozoy. Digər adı Kimmeri qırışıqlığıdır ki, bu dövrdə Kordilyer, Verxoyanski, Çerski, Sxoyka-Alin, Tibet, Kunlun dağ sistemlərinin yaranması məhz Kimmeri qırışıqlığına aid edir. Ən cavan dağ əmələ gəlmə mərhələsi isə Alp dağ əmələ gəlmə mərhələsidir. Kordilyer dövründə baş verib. And, Kordilyerin sahil sıra dağları, Alp-Himalay qurşağına daxil olan sıra dağlar, Asiyanın Sakit Okean qurşağının adaları məhz bu dövrdə yaranıb. Bu mərhələdə formalaşmış dağlar cavan dağlar hesab olunur və cavan dağlarda dağ əmələ gəlmə prosesi hələ də davam etməkdədir. Ondan sonra gəlirik mütləq yüksəkliyinə görə dağların ayrılmasına. 3 yerə ayrılır dağlar: alçaq dağlar, orta hündürlüklü dağlar və hündür dağlar. Alçaq dağlar hündürlüyü 1000 metrə qədər olan dağlar hesab olunur. Əsasən Bozdağ kimi, Çoban dağ kimi dağları bura aid edə bilərik. Orta hündürlüklü dağlar 1000-2000 metrə qədər uzanır və bu dağlara məsələn Uralı qeyd etmək olar. Rusiya ərazisində 1895 metr hündürlüyə malikdir. Hündür dağlar hündürlüyü 2000 metrdən yüksək olan dağlardır. Əsasən Pamir, Karpat, And, Himalay, Qaraqorum, Aconcagua kimi və s. kimi dağları qeyd etmək mümkündür. Və dağlar endogen mənşəli relyef formalarına aid edilir. Dağlar mənşəyinə görə qırışıq faylı, ondan sonra dağlar olmaqla ayrılır. Baykal, Kaledon, Hersin dağ əmələ gəlmə mərhələlərində yaranmışdır qırışıq faylı dağlar. Deməli, Kaledon və Hersin dağ əmələ gəlmə mərhələsi isə Paleozoy dövründə baş verib. Məsələn, Uralı qeyd edirik, Appalaç, Skandinaviya, Əjdaha, Kap, Baykal ətrafı dağlar və s. Ümumilikdə götürdükdə, deməli, burada indi belə qeyd olunur. Bəzən biz qeyd edirik ki, məsələn, dağ əmələ gəlmə mərhələsinə görə qırışıq cavan dağlardır. Faylı qədim dağlardır. Qırışıq faylı dağlar isə yenidən törənmiş dağlardır. Tian-Şan, Altay və Sayan dağları
Geoloji cəhətdən qədimdirlər, bayaq dedik çünki. Amma qədim olmalarına baxmayaraq, burada güclü zəlzələlərə baş verdiyinə görə onların mütləq yüksəklikləri çoxdur. Səbəbi isə Kaynozoy erasında yenidən qalxmaya məruz qalıblar. Desələr ki, yenidən törənmiş dağlar hansıdır? Altay sayan Tian-Şan. Bunlar yenidən törənmiş dağlar hesab olunurlar. Ondan sonra Mezozoy erasında yaranan dağlar da qədim dağlara aid edilir. Bu erada 2000 il dağ əmələ gəlmə mərhələsi olmuş və Şimali Amerikada, Avrasiyada Mezozoy erasinə məxsus olan qədim dağlar yaranıb. Verxoyanski, Çerski Rusiya ərazisindədirlər əsasən. Tibet, Kunlun-Şan bunlar Avrasiya materikindədir. Şimali Amerika materikində olanlar isə Kordilyerin şərq hissəsi, qayalı dağlar və s. bu erada yaranan dağlar hesab olunurlar. Ondan sonra qırışıq dağlar dedik. Qırışıq dağlar cavan dağlar hesab olunurlar və Kaynozoy erasında baş verib həmin dağların yaranması. Bu erada Alp dağ əmələ gəlmə mərhələsi baş verib. Məsələn, And, Himalay, Alp, Qafqaz, Karpat, Pireney, Apennin, Atlas, Pamir və s. kimi yeni dağlar yaranıb bu dövrdə və cavan dağlar hesab olunur. Əsasən qırışıq dağlar litosfer tavalarının sərhədlərində yaranan dağlar hesab olunurlar. Gələk burada sizin üçün hazırladığım xəritələrə mütləq hər birinin yerini ayrı-ayrılıqda soruşacağam. Deməli, Skandinaviya Avropanın Şimali Avropada mövcud olan dağ sistemidir. 2469 metr hündürlüyə məxsusdur. Ural 1895 metr hündürlüyü var. Zirvəsi Narodnayadır. Alp 4807 metr zirvəsidir. Mont-Blanc da deyirlər buna. Ondan sonra Apennin, Pireney 3404 metr hündürlüyü var. Əsas dağlardır bunlar. Ondan sonra Karpat Avrasiya materikində yerləşir. Zirvəsi Gerlachovskidir. 2655 metr hündürlüyü var. Burada hansı yarımada idi? Kiçik Asiya yarımadası. Şimaldan Pont, cənubdan Tabor dağları əhatə eləyir və Qafqaz dağları. Ondan sonra Asiyan dağlarına gəldikdə demək olar ki, Asiyada yerləşən çox dağ 7000-dən çox hündürlüyə malikdir. Deməli, burada var Hindukuş, dünyanın ən hündür zirvəsi olan Himalay 8848 metr, zirvəsi Jomolungmadır və yaxud da Everest. Ondan sonra burada niyə mən Qaraqorumu qeyd etməmişəm? Qaraqorum da var, Avrasiya materikində yerləşən, zirvəsi Çogoridir. 8611 metr hündürlüyü var. Ondan sonra yenidən törənmiş dağlar Altay, Sayan, Tian-Şan dağlarını qeyd etmək olar. Hindukuş, bayaq dediyimiz Mezozoy erasında yaranan Çerski, Verxoyanski, Sxoca-Alın, Böyük Xinqan kimi dağları Asiya qitəsi üçün göstərmək mümkündür. Ondan sonra Afrikanın yeganə cavan dağı Atlas dağıdır. Zirvəsi Tubkaldır. 4165 metr hündürlüyü var. Ən hündür zirvəsi isə Kilimancarodur. 5895 metr hündürlüyü var. Kaplan əjdaha isə materikin cənubunda yerləşən qədim dağlar hesab olunur. Şimali Amerikada Kaskad, yəni burada bilirik ki, Kordilyer dağ sistemi uzanır meridional istiqamətdə və Kordilyer özü 3 hissədən ibarətdir. Şimali Amerikanın ən hündür zirvəsi McKinley'dir. 6194 metr hündürlüyü var. Appalaç daş kömür yatağı ən zəngin daş kömür yataqlarından biri hesab olunur. 2037 metr hündürlüyü var. Zirvəsi Mitchell'dir. Dağlar haqqında mənə elə gəlir ki, vacib, lazımlı məlumatları sizin nəzərinizə çatdırdım. Əsasları qeyd etdim. Ondan sonra baxın bir dənə də nəsə qaldımı? Yəni yaşına görə də bilirik də dediyimiz kimi cavan dağlar, qədim dağlar olmaqla ayrılırlar. Mütləq yüksəkliyinə görə 3 qrupa ayrıldılar: alçaq, orta və yüksək dağlar olmaqla. Bir də onu qeyd edim ki, faylı dağlar seysmik zonalardan, yəni qədim dağlar seysmik zonalardan tamamilə kənarda yerləşirlər və zəif parçalanmış ərazilərdə mövcud olurlar əsasən. Burada sıxır laylarının qırılmalar üzrə qalxan hissəsi horst, enən hissəsi isə qraben adlanır. Deməli, yuxarılar horst, enən hissələr isə məhz qraben adlanacaq. Bunlar belə. Bir də mənşəyinə görə bölürük: vulkanik və tektonik.
Vulkanik dağlar vulkanların fəaliyyəti nəticəsində yaranan dağlar hesab olunurlar. Əsasən vulkanik dağlar hər hansısa bir silsilə yaratmırlar və konus formasında mövcud olurlar. Nisbi hündürlüyünə görə isə dünyanın ən yüksək vulkanik dağı Havay adalarındakı Mauna Kea dağıdır. 10.040 metr hündürlüyü var. Ondan sonra Elbrusdur, Kazbekdir, Çimborazodur, Etna, Kamerun. Kamerun özü də vulkanik dağlardan biri hesab olunur. Ondan sonra gəlirik vulkanlara. Deməli, maqmanın çatlarla, sınmalarla yer səthinə çıxma prosesinə vulkanizm prosesi deyilir. Bu proses məhz geosinkronal ərazilərdə baş verir. Bəzən qeyd edirlər, nə bilim, vulkanların, zəlzələlərin baş verməsi hardadır? Platformada. Yanlışdır. Çünki deyirik ki, vulkanların, zəlzələlərin baş verməsi üçün ərazi seysmik cəhətdən aktiv olmalıdır. Geosinkronal zonalarda müşahidə edilir. Tektonik çatlar boyu ərimiş maddələr yer səthinə çıxır. Ərimiş maddələr daxildə olan zaman buna maqma deyirlər. Əgər o yer səthinə çıxıbsa, ona deyirlər lava. Lavanın yer səthinə çıxdığı konusa bənzər çökəklik vulkan adlanır. Vulkanın zirvəsində qıfa bənzər çökəklik krater adlanır. Həmin çökəklik daha da böyük olarsa ona kaldera deyirlər. Vulkanizm prosesləri əgər materik tipli yer qabığında baş verərdisə, ona stratovulkanlar və yaxud da turş tərkibli vulkanlar deyirlər. Məsələn, Vezuvi, Etna, Kilimanjaro və s. Okean tipli yer qabığında baş verərsə, bu zaman ona qalxanvari vulkanlar deyirlər və əsasi tərkibli vulkanlar da deyirlər. Bu tip vulkanlarda duru və sıyıq lava səthə çıxıb axır, püskürmə partlayışsız baş verir. Qazlar az olur, toz və daş tullamır. Mauna Loa, Mauna Kea, Hekla kimi vulkanları okean tipli yer qabığında baş verən vulkanlar kimi qeyd etmək mümkündür. Ondan sonra gəlin materiklər üzrə qeyd edək. Rusiya ərazisində Kulyuç Sopkası vulkanı var, Kamçatka yarımadasında yerləşir. Bilirik ki, burada Sakit Okean yerləşir. Sakit Okean odlu qövsündə yerləşən fəaliyyətdə olan vulkanlar hesab olunurlar. Ondan sonra Yaponiyada Fudziyama və Aso, Filippində Apo, İndoneziyada Krakatau və Semeru vulkanlarını qeyd edirik. Ondan sonra Avropada İslandiyada yerləşən Hekla vulkanı, Siciliya adasında yerləşən Etna vulkanı və Vezuvi dağını, vulkanik dağdır, bəli, Vezuvi vulkanını qeyd edirik. Ondan sonra Şimali Amerika materikində Reynir, Şasta, ABŞ ərazisində, qalanlar Meksika, Kolima, Orizaba, Popocatépetl, Taxumulco, Momotombo kimi demişdik də, papalar, mamalar Şimali Amerikadadır. Popocatépetl, Momotombo, Taxumulco kimi qəribə adlara malik olanlar məhz Şimali Amerika materikində yerləşirlər və Afrikada olanlar isə Afrikanı yerləşdirməmişəm. Afrikada bayaq dedikdə Kamerunla Kilimanjaro idi. Bura isə Cənubi Amerikadır. Cənubi Amerikada Ruiz, Cotopaxi, San Pedro və dünyanın ən böyük fəaliyyətdə olan vulkanı Lülyalyako. Ümumiyyətlə deyirik ki, dünyanın ən böyük fəaliyyətdə olanı da, dünyanın ən böyük sönmüş vulkanı da məhz Cənubi Amerika materikində yerləşir. Ən böyük fəaliyyətdə olan Lülyalyakоdur, ən böyük sönmüş vulkan isə Chimborazodur. Hər ikisi də dedik ki, Cənubi Amerika materikində yerləşir. Çünki biz bilirik ki, burada seysmik cəhətdən aktiv ərazidir, Ant dağları yerləşir. Şimali Amerikadan Cənubi Amerikaya Ant Kordilyer geosinkronal qurşağı yerləşir. Sönmüş vulkanların püskürməsi barədə heç bir məlumat yoxdur. Qafqaz dağlarında Elbrus, Kazbek, yəni sönmüş vulkanlardır. Cənubi Amerikada Chimborazo, Afrikada Kenya sönmüş vulkanlar hesab olunurlar. Yerin dərin qatlarından yer səthinə su və neftlə birlikdə palçıq və müxtəlif qazların püskürməsinə palçıq vulkanları deyilir. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, palçıq vulkanları məhz neftli qazlı sahələrdə müşahidə edilir. Palçıq vulkanlarının püskürməsindən əvvəl yerin dərin qatlarından güclü uğultu səsi eşidilir. Sonra partlayışla palçıq, qaz, müxtəlif sıxır qırıntıları havaya atılır. Bəzən onların hündürlüyü 400-500 metrə qədər çatır. Palçıq vulkanlarının müasir relyefi adətən az və ya çox dərəcədə
İri yüksəklik əsasən də yastı konus formasında olur. Palçıq vulkanları Azərbaycan ərazisində Çin, Misir, ABŞ, İtaliya, Türkmənistan, Rusiya, Pakistan, İran, Venesuela kimi ölkələrdə müşahidə edilir. Azərbaycanda əsasən Abşeron yarımadasındadır, Cənub-Şərqi Şirvan düzənliyindədir, Qobustan və Xəzər dənizi sahillərindədir. Çünki bizim neftimiz, qazımız əsasən o hissələrdə cəmlənib. Məhz bu səbəbdən ən zəngin palçıq vulkanları da həmin ərazidədir və onlardan ən böyüyü Torağaydır, 404 metr hündürlüyü var. Böyük Kənzə, Güzdək, Axtarma Paşalı kimi palçıq vulkanları müşahidə edilir. Vulkanların püskürdüyü zonalar, zəlzələlər baş verən ərazilərlə üst-üstə düşür. Çünki biz qeyd edirik ki, hər ikisi geosinkronal ərazidə baş verir. Məhz bu səbəbdən. Zəlzələ yerin daxilində baş verən proseslər nəticəsində yer səthinin ani vaxt ərzində yer dəyişməsi və titrəməsi prosesidir. Zəlzələnin baş verdiyi yerlər seysmik ərazilər hesab olunur. Bu ərazilərə Sakit Okean adlı qövsü, Alp-Himalay geosinkronal qurşağını misal göstərmək mümkündür. Həmçinin Ant-Kordilleri də və Orta Okean dağ silsilələrini də. Zəlzələləri öyrənmək üçün seysmologiya elmi yarandı, lakin hələ də zəlzələni qabaqcadan proqnozlaşdırmaq mümkün olmamışdır. Zəlzələnin yer səthindəki proyeksiyası episentr, zəlzələ ocağı isə hiposentr adlanır. Zəlzələnin gücü 12 ballıq Richter şkalası ilə, dağıntıları isə Merkalli şkalasına əsasən müəyyən edilir. Yer səthində eyni təkanların qeydə alındığı xəttlər izotosistlər adlanır. Zəlzələ ölçən cihazın adı seysmoqram adlanır. Səth zəlzələləri 10 km qədər, normal zəlzələlər 10-60 km qədər, dərinlik və aralıq zəlzələlər 60-300 km qədər, çox böyük dərinlikdə isə 300 km-dən dərindir. Yəni zəlzələ nə qədər çox dərində baş verəcəksə, bir o qədər də çox dağıntıya səbəb olacaqdır. Qeyzerlər. Vulkanizm proseslərinin inkişaf etdiyi ərazilərdə dedik həm zəlzələlər müşahidə edilir, həm də qeyzerlər müşahidə edilir. Qaynar su buxarı çatlar vasitəsilə böyük təzyiq altında fəvvarələr şəklində yer səthinə çıxır, şəkildən də məlum olduğu kimi. Əsasən İslandiya, Yeni Zelandiya, İndoneziya, İtaliya, Amerika, Meksika, Rusiyada Kamçatka sahilləri tərəfində həmin ərazilərdə daha çox qeyzerlərin püskürməsi müşahidə edilir. Qeyzerlərdə su buxarının yer səthinə çıxdığı çökəklik qrifon adlanır. İslandiyada, Rusiyada, Amerikada, Kanadada qeyzerlərdən enerji məqsədi ilə də istifadə edirlər. Enerji alınmasında, evlərin, ofislərin və yaxud da istixanaların qızdırılmasında qeyzerlərdən istifadə olunur. Növbəti mövzunun izahında görüşənə qədər. Hələlik.